Sərxoş sürücülərin yollarda vəziyyəti faciəli etməməsi üçün də müəyyən addımlar atılır. Onlardan biri maarifləndirici xarakter daşıyır. Mənim marağıma səbəb oldu. Siz də reportaja baxın və maariflənin. Sürücülərin sərxoş vəziyyətdə sükan arxasına oturmamaları üçün yeni maarifləndirici addım atılıb. Bu da onların telefonlarına sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməmələri ilə bağlıdır. Müraciətdə deyilir, əgər spirtli içki qəbul etmişsinizsə, heç bir halda avtomobili idarə etməyin. Az miqdarda spirtli içki də sevincinizi kədərə çevirə bilər. Unutmayın ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə özünüzün və başqalarının həyatına qəsd etmiş olursunuz. Sonradan ömür boyu peşmançılıq çəkməkdənsə bu səhvə yol verməməyə çalışın. İçkilisənsə sükanı unut, ayıq olana etibar et. İnsan həyatı daha önəmlidir. Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov sürücülərə göndərilən bu SMS-lərin idarə tərəfindən olmadığını, eyni zamanda hardan qaynaqlandığını da xəbərsiz olduğunu bildirir. Amma atılan bu addımı müsbət qarşıladı. İstənilən sürücü SMS vasitəsilə mobil telefonuna deyək ki, təhlükəsizlik kəmərindən istifadə etmənin vacibliyi və yol hərəkətində sürətin həyatda tərəqqi olsa da hərəkətdə təhlükəli olmasını, sükan arxasında olarkən spirtli içkinin təsiri altında olmağı təhlükə mənbəyidir kimi şüarlar mən hesab edirəm ki, təbliğat xarakterlidir və bu təhlükəsizliyin təmin edilməsinə müsbət təsir göstərən amillərdəndir. Hər halda təbliğat xarakterli bu tipli SMS-lərin hər hansısa bir qurum və ya təşkilat tərəfindən göndərilməsi təqdirə layiqdir.